Salam. Rəqsanə, buyur, sözü sən ötürürəm. Salam Gülşən, bəli, biz hazırda Yasamal rayonu Mirəli Seyidov 19A ünvanındayıq. Burada ötən gecə 19:30 radələrində Elə Fövqəladə Hallar Nazirliyinə yanğın baş verməsi ilə bağlı müraciət daxil oldu. Siz hazırda həmin kadrları izləyirsiniz. Ötən gecə burada baş verən yanğın nəticəsində yəni 3 nəfər həyatını itirdi. 20-dən çox şəxs isə tüstüdən zəhərləndi. Elə onların bir qismi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda 7 nəfərin müalicəsi davam etdirilir. Birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Digərlərinə isə elə tibbi yardım göstərdikdən sonra evə buraxılıb. Amma 3 nəfər həyatını itirib faciəvi bir an yaşanıb. Elə onlardan biri Milli Geyim Evinin rəhbəri Könül Hümbətova olub. Eyni zamanda onun qızının vəziyyətdə hazırda ağır olaraq qiymətləndirilir. Həmçinin elə binanın komendatı da ölənlər arasındadır. Bununla paralel olaraq 8 yaşlı bir uşaq da dünən məhz bu 17 mərtəbəli binada baş verən yanğın nəticəsində həyatını itirib. Hazırda elə ölüm faktı da olduğuna görə Baş Prokurorluqda məsələ ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq işləri aparılır. Gedişatla bağlı da informasiyalar təqdim olunacaq. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olundu. Onlar da insanların təxliyə edilməsinə yardım göstərdi. Eyni zamanda 18 təcili tibbi yardım briqadası da cəlb olundu və siz hazırda elə binaya bilirik ki, giriş qadağan olunmuşdur. Çünki nə qaz var, nə işıq var, nə su var ərazidə və insanlara da indi icazə verilir. Polis əməkdaşları da ərazidədir. Onlara icazə verirlər ki, içəridən onlara lazım olan əşyalarını, yəni ləvazimatlarını, pul, sənəd, bu kimi şeyləri götürməyə icazə verirlər və onlar götürdükdən sonra ərazini tərk edirlər ya qohumlarının yanına, ya yaxınlarının yanına, ya da ki, onlar üçün ayrılan müvəqqəti yerlərə yaxınlaşırlar və biz hazırda ilə hadisə ilə bağlı, baş verən yanğınla bağlı daha detallı informasiya almaq üçün hadisə şahidlərindən birinə üst tutacağıq. Burada dünən gecə ilə baş verən yanğını yaxından müşahidə edən hadisə şahidlərindən biri məhz binanın mühafizə xidmətinin əməkdaşına yaxınlaşacaq. Dünənin təfərrüatları ilə bağlı sizdən eşidək, nə baş verdi burada? Dünən gecəni sizin dilinizdən eşitmək istəyirik. Deməli, dünənləri axşamüstü idi, axşamüstü. Restorandan iyi və muzika səsi həmişə gəlir də, adi hal olmuşdu. Yanğın iyi gəlir, sakinlər də bir şey olanda məni tez xəbərdar eləyirlər. Amma burada bir yad olmadı, elə yemək iyi gəlir, bir də gördük ki, alışdı. Ani surətdə hər şey baş verdi, Allaha and olsun, ani surətdə. Sonra cəmaat yığıldı, biraz çətinlik çəkirəm, çünki vəfat olan insanlar var. Ona görə də ancaq hamı, bax, nə kim gəlmişdi, çevik polislər, o pajarniklər çox gözəl işlədilər, operativ işlədilər. Elə belə, bax, ani surətdə sonra düşdü, götürdü binanı, başladılar pəncərələri görürsünüz, bax, necə. Sındırıblar ki, havalanma getsin. Təşəkkür edirəm. Çox sağ olun informasiyalara paylaşdığınız üçün. Elə siz hazırda həmin mənzərəni, kadrları da izləyirsiniz. İnsanlar yəni qatı duman olduğuna görə nəfəs almaqda çətinlik çəkiblər və pəncərələri qırıblar ki, içəri ən azından biraz da olsa havalansın və biz detallı informasiyaları da aldıq. Digər hadisə şahidlərindən də biz informasiyaları əldə etdik. Onların da dediyinə görə, hətta elə hadisə şahidlərindən birinin dediyini mən onun dilindən demək istəyirəm. Dedi ki, bu barədə məlumat qeyd elədi ki, yəni hətta işıq yandırıblar ki, ayaqları altını görmək üçün nə cür geçsinlər, yəni çıxışa doğru yönəlsinlər. Bu zaman hətta qatı duman səbəbindən onu belə görə bilməyiblər. Dediyimiz kimi 3 nəfər həyatını itirib, onlar arasında 8 yaşlı kiçik bir uşaq da olub. Belə bir faciəvi an yaşanan, təbii ki, üzlərlə informasiyaları təqdim edirik. İndi insanlar öz evlərinə, qışın soyuğunda insanlar öz evlərinə bu cür əşyalarını götürmək üçün yaxınlaşırlar və elə hazırda prokurorluq da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə işlər aparır. Operatorım sizə kadrları daha yaxından göstərir və əraziyə cəlb olunan dünən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi Nurlan İsaqov da müəyyən açıqlama verdi. İçəri daxil olmağa düzdür qoymurlar, amma biz girişdən girə bildiyimiz qədər müəyyən hissəni sizə göstərməyə çalışırıq. Nurlan İsaqov da ərazidən və ilk açıqlamanı verdi. Qeyd elədi ki, binanın elektrik şaxtasında baş verən nasazlıq səbəbindən olub. Təbii ki, burada başqa iddialar da səsləndirilir. Məhz hadisə şahidləri səsləndirir həmin iddiaları, amma biz
detallı dəqiq informasiya təqdim edə bilmirik. Çünki baş prokurorluq məsələ ilə bağlı istintaq işləri aparır və siz baxın, burada demək olar ki, hər pəncərədə biz belə çiliklənmiş detalları görə bilirik. Hazırda vəziyyət ərazidə bu cürdür. İnsanların içəri girişinə icazə verilmir. Yalnız əşyalarını götürmək üçün müvəqqəti olaraq daxil olub əşyalarını götürürlər və onlar üçün ayrılan müvəqqəti sığınacaqlara yerləşdirirlər və yaxud da ki, öz yaxınlarının evlərinə gedə bilirlər. 3 nəfər bu faciəvi yanğın nəticəsində həyatını itirdi. Aralarında bir uşaq da var və digər də elə biri də binanın komendantı olub. O, yəni hadisə nəticəsində həyatını itirənlərdən biri. Yerdə də bu cür elə şüşə qırıntılarını biz müşahidə edə bilirik. Təbii ki, dünən burada yalınayaq da insanlar qaçıb və onlar da elə bu şüşə qırıntıları onların ayaqlarına da batıb. Bu cürdə xəsarət alıblar. Fövqəladə Hallar Nazirliyinin eyni zamanda təcili tibbi yardım briqadası əraziyə cəlb olunub. Hazırda ərazidən çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Operatorumuz da sizə həmin kadrları göstərməyə çalışdı. 3 nəfərin həyatını itirdiyi, 20-dən çox şəxsin tüstüdən zəhərləndiyi yanğınla bağlı informasiyaları təqdim etdik. 7 nəfərin də müalicəsi toksikologiya şöbəsində davam etdirilir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürlər Rəqsanə. Ətraflı məlumat üçün xatırladım ki, bizimlə bağlantıda xüsusi müxbirimiz Rəqsanə İbrahimzadə idi.